sevsiz. Ona qızıldandır. Canın sağ olsun. Qız xeyir olsun. Qonaqlarımız gəlib, maşallah. Bir dəstə. İllərdir ki, evimizin təmizliyi üçün yalnız bir komandaya güvənirəm. Clean Us. Bu peşəkar və etibarlı xanımlar həm pəncərə silir, həm pərdələri yuyub, ütülüyüb yenidən asırlar, həm də evimizi dibdən, küncdən təmizləyirlər. Hər dəfə gələndə elə bil evi yenidən qururlar. Bu dəfə də elə oldu. Ev par-par parladı. Balaca qızım Lətifə onların zəhmətini görüb xüsusi olaraq onlar üçün pirog hazırladı. Tavalara mən Yanarsın işlədir. Xanımları çay süfrəsinə dəvət etdi və birlikdə şirin bir fasilə verdilər. Çox qəşəng. Bu təkcə təmizlik deyil, sanki gül bir kimi ailə havasıdır. Birazdan hər yerin təmiz vəziyyətini də sizə göstərəcəm. Mən artıq evimin təmizliyi üçün öz seçimimi etmişəm. Siz də Clean-Us-ı seçin, peşiman olmazsınız. Buradan çəkəcəm. Neçə dənə toz soranlar gəlib. Xanım çıxmışdı lap o yuxarıdakı pəncərəni təmizləyəndə. Bütün evlərə xeyir işlərə gələsiniz inşallah. Elçilər qəbul eləyək. Vay, Ateş müəllim işsə məni öldürəcək. Lətifə ilə öpürük sizi. Clean-Us komandası. Bugün bizim qonağımız oldu. Hoş geldiniz.